din əsaslarından biri nəfslə mübarizədir. Peyğəmbər elə hey müsəlmanlara deyir ki, nəfslə mübarizə aparmaq lazım. Onlar isə Allahı tanıyırlar, indi bizim kimi də, yəni Allahı qəbul edirlər, namaz qılırlar, oruç tuturlar, zahirən nə lazımdırsa əməl edirlər də müsəlmandırlar. Əməl edirlər. Amma Peyğəmbər deyir ki, bununla iş bitmir. Nəfslə mübarizə aparmaq lazımdır. Çünki nəfs insanı yarı yolda qoyacaq. Bəndəlik eləməyə, imanını axıra qədər saxlamağa, aqibətinin xeyir olmasına mane olacaq nəfs. Nəfslə mübarizə aparmaq lazım. Bax, müxtəlif yollarla nəfslə mübarizənin ciddiyyətini anladır ki, bu olmalıdır. Məsələn, bəzən döyüşlərin birində Peyğəmbər gələndə onların qılıclarından qan damırdı. Peyğəmbər deyir ki, cihadul əsğəri yaxşı müvəffəq olur. Deyirlər, ya Rasulullah, çox böyük döyüş idi bu. Əsğər yəni kiçik cihad. Bəs cihad-ı əkbər nədir? Böyük döyüş nədir? Peyğəmbər deyir ki, böyük döyüş nəfsinizlə olan döyüşdür. Bu ki, qılıncınızdan qan tökülür, gəlirsiniz. Bu sizin üçün kiçikdir cihad, nəfslə cihada nisbətdə. Yəni, Peyğəmbər anladırdı ki, belə etmək lazımdır. Ya başqa bir hadisədə Peyğəmbər bir dəfə keçəndə gördü ki, ağırlıq qaldıran idmançılardır. Onlar ağırlıq qaldırır. Peyğəmbər onlara yaxınlaşdı, dedi ki, deyim, içinizdə ən güclüsü kimdir? Onlar da belə qəribə oldular ki, indi Peyğəmbər hansımızın adını çəkəcək? Peyğəmbər dedi ki, içinizdə ən güclünüz nəfsinə ən çox qalib gələnizdir. Bütün bu şeyləri Peyğəmbər onlara başa salırdı. Amma yəqin ki, onlar bunun çox da fərqində deyildilər. Amma Uhud döyüşü onlara bunu anlattı. Niyə? Çünki Uhudda Peyğəmbərin yaralanması, müsəlmanların öldürülməsi, Həmzə kimi bir kəsin Peyğəmbərin arxa dayağı idi o. Belə bir igidin, belə bir şəxsiyyətin öldürülməsi və bunun kimi acınacaqlı hadisələr, Uhud döyüşü çox acınacaqlı olur. İkinci mərhələdə. Bu kimi şeylər nəyə görə olur? Həmin o dağda olan ox atanların bir neçəsinin, yəni əksəriyyətinin nəfsi istəklərinə görə. Qoy döyüş tamam bitsin, Peyğəmbər böləcək, qənimət üçün niyə gedirsən ki? Sənin qənimət üçün getdiyin döyüş gördün nə ilə baş verdi? Həmzə öldü, Peyğəmbər möhkəm yaralandı, Peyğəmbər ölə bilərdi. Bu döyüş onları sanki qəflətdən oyatdı ki, doğrudan da nəfslə mübarizə aparmalıdır. Sonra Allah Quranda ayələr göndərdi, onları tənqid elədi. Ona görə də bu döyüşün həm elə onlar üçün, həm də elə bir insanlıq üçün yaxşı təsirləri vardı. Görürsünüz, Peyğəmbəri izləyirsiniz də necədir? Peyğəmbərin qələbəsi də ən çox təbii gedişatlandır. Haçansa bir zərurət olursa, orada Allahın xüsusi kəraməti, möcüzəsi, xüsusi bir yardımı olur. Qalan hallarda bütün İslam təbii yolla gedir. Niyə? Çünki burada həm də möminlərin, insanların islahı prosesi də getməlidir. Belə olmaz ki, Allah Peyğəmbərlə əl-ələ versin, hər şeyi düzəltsin. Belə olsa insanlar birbaşa cənnətə gedər də. İnsanlar islah olmalıdırlar ki, cənnətə gedir. İslahın yolu bu hadisələrin içində olmaqla. Onun üçün də biz heç bir vəchlə deyə bilmərik ki, niyə bizim başımıza imtahanlar gəlir, çətinliklər gəlir? Niyə biz bir dəfə acılıqla, Quranda da var ya bu ayələr, bir dəfə xəstəliklə, bir dəfə çətinlik. Axı mən namaz qılanam, Allahın məndən nə işi var? Başa düşmür ki, həyat insanı böyüdür, həyat insanı təkamülə çatdırır. Nəfslə mübarizə həyatın sayəsində baş verir. İnsan bunları başa düşməsə, onda həyat onun üçün çətin olacaq. Həyatın enişi və yoxuşu vardır. Həyatın yaxşı tərəfləri, onlar da imtihan üçündür. Həyatın çətin tərəfləri var, onlar da hamısı imtihan üçündür. Ona görə də bax, bu kimi şeylər insanlara bir praktika verir, insanlara anladır. İslam tarixi, mən həmişə deyirəm, ilahi konsepsiyanın sanki praktiki tərəfidir. Dində deyiləndə, məsələn, nəfslə mübarizə aparın sözü müsəlmanlara çox çatmırdı. Amma Uhud döyüşündə hamısı başa düşdü. Nəinki orada olanda, hamısı başa düşdü ki, bizim sayəmizdə nəfsimizə görə hansı işlər baş verdi.